Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün sizlərə çox asan üsulla hazırlanan, salat dadında, fərqli, çox ləzzətli, xırçıltılı və həm də bir günə hazır olub yeyilə bilən biber tutmasının hazırlanmasını təqdim edirəm. Mən bu resepti əmimin yoldaşından öyrənmişəm. İlk dəfə onlarda dadına baxdım və o qədər xoşuma gəldi ki, istədim sizlərlə də paylaşım. Keçək hazırlanmasına. Bunun üçün bizə lazım olan tərəvəzlər, biber, kələm, kök və sarımsaqdır. Tərəvəzləri əvvəlcədən təmizləyib yumuşam. 1 kiloqram 600 qram orta ölçülü biberlərin içərisini bu qaydada təmizləyirəm. Sonra biberləri qaynayan suda 2-3 dəqiqə pörtlədirəm. Biberləri pörtlədən zaman çalışın müddət 2-3 dəqiqədən artıq olmasın. Məni hansı bölgələrdən izlədiyinizi şərhlərdə yazsanız şad olaram. 2-3 dəqiqə sonra biberlərin içinə yığılan suyu bu cür boşaldıram və başqa qaba yığıb qoyuram soyusun. Baxın, biberlər bu cür olmalıdır, yəni çox yumuşalmamalıdır. Sonra 1 kiloqramlıq kələmi incə-incə doğrayıram. Kələmi seçərkən çalışın ki, kələm çox bərk kələm olmasın. Kələmin ortasındakı bərk hissəni isə mütləq kəsib götürmək lazımdır. Sonra 2 ədəd orta boy kökü rəndənin iri gözündən keçirirəm. (8-10) diş sarımsağı da xırda-xırda doğrayıb kələm və kökün üzərinə əlavə edirəm. Hazır olan içliyin üzərinə 1 dolu çay qaşığı duz və qara dənə istiot əlavə edib yaxşıca qarışdırdıqdan sonra 15-20 dəqiqə gözlədirəm ki, kələm biraz yumşalsın. 20 dəqiqə keçdikdən sonra qarışımı biberlərin içinə doldurub şirəli qazana yığıram. İstəsəniz şüşə və yaxud plastik qablardan da istifadə edə bilərsiniz. Videonu izləyən əziz və dəyərli izləyicilərim, kanala abunə olub, bildiriş zəngini aktiv etməyi, bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Zəhmətə dəyər verən hər kəsdən Allah razı olsun. Marinad üçün 1 litr suya 2 dolu xörək qaşığı duz, 200 ml stəkanın başından 1 barmaq aşağı şəkər tozu əlavə edirəm. Sonra bu cür gördüyünüz bu ağ sirkədən istifadə edirəm. Bütün supermarketlərdə satılır, qiyməti də baha deyil. Deməli 120 ml ağ sirkə, yaxşı olar ki bu sirkənin 9%li olanından istifadə edəsiniz. Məndə olan 4-5%lidir, ona görə üzərinə 1 çay qaşığı da 70%li uksus əlavə edirəm ki 9%-ə bərabər olsun. 120 ml sirkəni də bura əlavə etdikdən sonra üzərinə biraz qara dənə istiot, 4-5 ədəd dəfnə yarpağı və 100 ml duru yağ əlavə edib ocağın üzərinə qaynamağa qoyuram. Qaynara düşdükdən sonra 1-2 dəqiqə qaynadıb götürürük. Qaynar biberlərin üzərinə əlavə edirəm və qapağını örtüb ev temperaturunda qoyuram soyusun.
Onu deyim ki, bu çox duzlu olmamalıdır. Yenə də duzu damaq dadınıza uyğun olmasa, yenidən üzərinə əlavə edə bilərsiniz. Tamamilə soyuduqdan sonra soyuducuda və yaxud sərin yerdə saxlamaq lazımdır. Artıq bir gün sonraki nəticə. Görünüşünə və ən əsas da dadına söz ola bilməz. İnanın, çox ləzzətlidir. Həm gündəlik, həm də qonaqlıq süfrələrinə yaraşan, həm turşu, həm də salat dadında bu ləzzəti mütləq sınayın. Əminəm ki, bəyənəcəksiniz. Üzərindən götürüb istifadə etdikdən sonra mütləq yenidən ya soyuducuda, ya da sərin yerdə saxlamaq lazımdır. Allah hər kəsin ruzisini bol etsin. Sizlər də hazırlayın, nuş edin. Bəyənib fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın. Göz haqqınızı halal edin. Sağ olun, sağlıqla qalın.